Salamlar əməkdaş dostlar. Bu video bildiyiniz kimi sadəcə olaraq məlumat xarakteri daşıyan informativ bir videodur və heç bir halda sizə yatırım məsləhəti vermir. İndi isə gəlin baxaq görək bazarda nə baş verir. Son 2 gündə bizdə kripto bazarda irəliləyişlər var və təbii ki, siz kripto bazara girmək üçün Bitget birjasının hal-hazırda da davam edən kampaniyasından qoşulub birjaya belə deyək qoşulub həm bonuslar əldə edib, həm də trade başlaya bilərsiniz istəsəz. Və təbii ki, bazara baxacağıq görək bazarda nə yerdədir. Hal-hazırda marketlərə baxırıq. Və gəlin spot marketlər üzrə baxaq. Əsasən hal-hazırda Bitcoin artıq 96.000, 97.000-əcən qalxmışdı. İndi biraz geri çəkilmə olub. 96.000. Ethereum artıq 3300, hətta 3400-əcən səhv eləmirəmsə bu gün qalxış olmuşdu. Elə bir şey görmüşdüm hansısa birjada. Və gördüyünüz kimi altcoinlərində bəzilərində biraz cüzi belə deyək də irəliləyiş var. Bəlkə də Bitcoin qalxmağa davam eləyəcək və bizi məyus etməyəcək. Bəlkə də, yəni də bütün hallarda deyirəm ki, mənim fikirlərim sadəcə olaraq informativ xarakter daşıyır və heç bir halda yatırım məsləhəti vermir. Bəlkə də Bitcoin qalxmağa davam eləyəcək və bu altcoinlər üçün hansısa bir şans ola bilər. Bilirsiniz ki, altcoinlər artıq son düşüşdən, mən hətta yəni bir dənə ADA coinindən götürürəm. Altcoinlər son düşüşdə dəhşətli dərəcədə dib yedilər. Yəni altcoinlər ümumiyyətcə illərin belə deyək də dibini yaşadılar son düşüşlərdə. Bildiyiniz kimi daha böyük bir qrafik atsaq, məsəl üçün 3 günlük bir qrafik atsaq və yaxud daha böyük. Gördüyünüz kimi biz hətta ADA coin, yəni məşhur altcoin olduğu kimi və ADA artıq hətta altcoin deməzdim, yəni bir coindir. Özünün blockchaini falan peşməkan hər şey qaydasında necə lazımdır. Və hətta bu coin belə gördüyünüz kimi baxın görün hardadır. Bəlkə də növbəti 5-6 ay ərzində biz məsəl üçün hansısa altcoinlər üzrə 20-30%, 40% və yaxud da 2x da görə bilərik, bu mümkündür. Ona görə də mən altcoin səbətimi həmişə çalışıram ki, saxlayım və bu düşüşlərdə təbii ki, mən altcoin səbətimdə müəyyən qədər altcoinlər toplantısı eləmişdim. Yəni yığmışdım ki, belə deyək də altcoin sezonu birdən olsa, həyatda birdən olsa, mən geriyə qalmayım. Və hal-hazırda da biz altcoinlər üzrə hətta baxsaq da, yəni də biz hətta görə bilirik ki, həqiqətən də altcoinlər üzrə artıq müəyyən faiz qalxışları var. Son 24 saatdə, son 48 saatda baxsaq ümumiyyətlə çoxlu qalxışlar görürük və qalxışlar var və bu çox yaxşı bir siqnaldır. Altcoinlər baxımından çox yaxşı siqnaldır və hətta bəzi top 100-dən də o tərəfə gedən altcoinlər qalxmağa başlayıblar. Və mən bunun bariz nümunəsi olaraq Crypto Bubble-ı da açmaq istəyirəm ki, burada da bir dənə baxış keçsək. Gördüyünüz kimi biz hal-hazırda Crypto Bubble-da burada 200-dən gəlin top 1-dən top 100-əcən olan bütün coinləri toplayaq və gördüyünüz kimi müəyyən coinlərdə biz həftəlik baxacağam. Bəli, həftəlik baxsaq görürük ki, Dash coin artıq 106% qalxış verib, hansı ki kolosaldır. ESP 28%, Polygon bir yaxınlarda Polymarketə görə dəhşətli qalxış verdi. IP-nin qalxış səbəbini bilmirəm, amma yəni 2x burada belindədir. Yəni belə desək də, əgər biz bir həftə zad bundan qabaq, 10-15 gün bundan qabaq artıq yanvarın 11-i ESP tokenin, IP tokenin daha doğrusu alsaydıq, hal-hazırda 2x etmiş olacaqdıq. XMR həmçinin anonim coinlərdən biridir. Bilirsiniz ki, yeganə XMR yeganə coindir ki, anonim olaraq qalır və görürsüz qiyməti qalxır. XMR hətta deyərdim ki, Bitcoinin ideyasını özündə daşıyan yeganə coindir. Zaten Bitcoin əvvəldən düşünülmüşdü ki, anonim və mərkəziyyətsiz olsun, amma hal-hazırda birjalar elə bir vəziyyətə gəlib ki, artıq Bitcoin-də anonimlik və mərkəziyyətsizlik yoxdur. Amma məsəl üçün Monero, mən demirəm Monero yaddan, sadəcə informasiya verirəm ki, coin nədir? Monero özlüyündə izlənilə bilən bir coin deyil. Ona görə də siz onu Binance birjasında və yaxud top Amerikanın əli girən birjaların heç birində tapa bilməzsiniz. Məhz ona görə də bu coin hal-hazırda bilmirəm hansısa səbəblərdən, yəqin ki, dünyada olan kruplu oyuncular artıq onlara maraqlıdır ki, anonim qalsınlar və 14 milyard kapitallaşmaya, daha doğrusu abyon var. Yəni abyon var ümumiyyətlə bu Monero üzrə 14 milyard böyük bir rəqəmdir. Optimizm mənim səbətimdə olan coinlərdən biridir. Çox güclü impuls verməyib, amma müəyyən qədər verib. Qalxış inanıram ki, olacaq. Top 200-ə baxaq. Top 100, top 200 arasında baxış götürək. Decred görürsünüz 48%. Deməli ki, altcoinlərdə hələ ki qazanc var. Deməli ki, altcoinlərdən hələ ki nəsə gözləmək olar. Və biz daha aşağılara getsək, daha digər artıq hansısa İslam coindir, gördüyünüz kimi baxın hardan 6 sentə qalxıb. Bu demək olar ki 6x eləyib. Yəni baxın burada 1 sentə yaxın bir şey olub. İndi isə 6 sentəcən qalxıb 6x eləyib demək olar ki maraqlı bir rəqəmdir. ARR var, hansılar ki, yenə də deyirəm, bunlar artıq shitcoinlərdir. Bunlar qalxdığı kimi düşə də bilir anında. Ona görə də shitcoinlərdən çox ehtiyatlı olmaq lazımdır. QI token də həmçinin görürsünüz müəyyən bir qalxış verib. Ay ərzində mənə gəlir ki, çox qalxış verib. Hardasa təxmini 6-7x-ə yaxın, hansısa 7x-ə yaxın qalxış verib. Və təbii ki, görürsünüz ki, bazarda biraz da olsa, cüzdə olsa geri dönüş var. Və Bitcoin özü də hətta, yəni Bitcoin özü qrafikinə də baxsaq,
biz görə bilərik ki, müəyyən qədər geri dönüş var və ümid var ki, Bitcoin əgər stabilliyin saxlasa və Bitcoin stabil qalxış verə bilsə, baxın, hal-hazırda Bitcoin burdadır. Bu 3 günlük qrafikdir. Baxın, görürsünüz 125, 125, 126 minəcən qalxmışdı Bitcoin. Əgər Bitcoin baxın burada gördüyümüz input kimi təkrar etsə, yəni hal-hazırda məsələn bu gördüyümüz diapazon, buradakı diapazon kimi, yəni ondan sonra belə qalxış yesək, biz altcoinlər üzrə yaxşı X gözləyə bilərik. Çünki daha öncə altcoinlər dəhşətli dərəcədə düşmüşdü. Yəni biz bundan qabaqki Bitcoinin düşüşlərində altcoinlərdə çox düşüş görməmişdik. Amma son dəfə altcoinlərə dəyən belə deyək də zərbə çox güclü oldu həqiqətən də. Ciddən çox güclü zərbə oldu. Biz yəni bunu bir çox altcoinlərdə baxa bilərik. Məsələn, optimizm görürsüz. O həmin dediyim zərbədən qabaq 70-80 sent arası, 70-60, ən şəxsi 60 sentəcən idi. Ondan sonra bir dənə zərbə yedi, düşdü aşağı və ondan sonra da biz alt sezon yaşamamışıq. Yəni altcoinlərin bilirsiniz bu yaxınlarda hardasa 3 ay, 4 ay bundan qabaq Binance birjasında çox güclü bir çöküş oldu və altcoinlərdə həmin çöküşdə çox güclü belə deyək də etkilənmə yedi. Baxın, buranı deyirəm mən sırf, baxın, məsələn, optimizm üzərindən göstərirəm. Mən bunu atom üzərindən göstərsəm, ora vəbşə bir abırçılıqdır. Mən bilmirəm, bəlkə də Bitget birjasında bu yansımayıb, amma bu əsasən hadisə Binance birjasında baş vermişdi və baxın, altcoinlər, baxın, burada həqiqətən də çox böyük bir zərbə yedi. 1.59-a qədər atom. Ondan sonra təbii ki, mən buralarda hardasa artıq çıxmışdım altcoinlərdən, mən ümumiyyətlə buralarda çıxmışdım altcoinlərdən və bunu gözlədim. Və hal-hazırda baxın, bu diapazon ki var, belə deyək də, baxın, sürüşdü gəldi və sürüşmə sürəti azaldı. Yəni mən uzun müddətli baxıram əsasən, kimdəsə ola bilsin ki, qrafiklər tamam başqa cür görür, mən bu cür görürəm. Və gördüyünüz kimi burada baxın artıq bir növ belə deyək də pauza, dayanmaq və ondan sonra da altcoin kimi qalxdı. Yəni məsəl üçün biz atomu götürsək, atom 2 dollar götürsək orta qiymətin hal-hazırda 2.58-dir və bu 25%-ə yaxın qalxış deməkdir son dibdən. Məhz ona görə də əgər siz daha öncə altcoin səbətiniz varsa, buna dəyməyin, biraz gözləyin, səbirli olun. Çünki əgər belə deyək də qazanmaq istəyirsinizsə, biraz normal qazanın. Yəni bu yenə də deyirəm, yatırım məsləhəti deyil. Bu mənim öz subyekt belə deyək də fikrimdir, mənim subyektiv fikirdə səhv eləmirəmsə, bəli. Və mən özüm də burada hətta, yəni Bitget birjasının içində də, yəni burada məndə spot balansda da müəyyən qədər coinlər var, altcoinlər var. TIA coin'i mən niyə almışam, onun səbəbini deyəcəm və burada olan coinlərin səbəblərini deyəcəm və onunla da videonu çox uzatmaq istəmirəm. TIA coin'i almağım səbəbi odur ki, TIA ümumiyyətcə həddindən artıq çox düşüş gedir və bu coin tez qalxa bilən bir coindir. Yəni sürətlə düşdüyü kimi, sürətlə də qalxa bilən bir coindir ümumiyyətlə və özünün düzdür, blockchain texnologiyası hamısı qaydasında, yerində var və bu coin məsəl üçün birdən-birə belə atlana bilən bir coindir. Ona görə də bu coin mənə maraqlı gəldi. Həmçində baxın, buradan artıq gəldi və buralarda baxın belə bir sakitçilik, salamatçılıqdır, nə var, nə yox. Ümid edirəm ki, buradan artıq biz yuxarı gedərik, 1 dollar üzəri görərik TIA-nı. Ümid eləyirəm, amma olmaya da bilər. Yəni bazar baş açmaq olmur. Yəni altcoinlər tam olaraq faydasız bir şeyə çevrilməyiblər hələ də, amma deyirlər faydasız bir şeydir, amma ola bilər. BGB belə deyək də Bitget birjasının tokenidir. Bunu almışam çünki birja olaraq inkişafdadır və ümid edirəm ki, tokenləri də məsəl üçün bəlkə də BNB kimi uğur qazana bilər. Ona görə də məsəl üçün mən qədər almışam. Mən qədər deyəndə ki 52 dollardır. Artırmaq fikrim yoxdur hələ ki. Bəlkə gələcəkdə artırıram. Hal-hazırda 2.91 dollar profitdədir bu. Mon tokenini niyə almışam? Bu ümumiyyətcə təzə çıxan bir tokendir. Təzə çıxıb və Monad blockchainidir. Təzə çıxan tokenlər biraz daha yaxşı pump yeyə bilir. Yəni bunu pump xatirinə, hansısa texnologiya zad mənə heç nə vadar eləməyib. Sadəcə pump xatirinə almışam bunu. World tokeni almışam. Bu da məndə biraz uzun müddətli qalacaq və bunu saxlamaq fikrim var ki, normalni qalxsın, normalni qiymətə gəlsin. Optimizm məndə zaten belə də var. Yəni bu 47 düşünməyin ki, 47 dollarıdır. Bu sadəcə olaraq mənim Bitgetdə olan portfelimdir. Optimizm məndə hardasa buradakılar nə hesablasaq 700-800 dənə var. Biraz daha çox var. Zencoin həmçinin də bilirsiniz bu base ağına token kimi keçdi. Düşünürəm ki, mən qədər bəlkə məsəl üçün biri 30-40 dollar olar eləyər falan. Ona görə də hər ehtimal burada balaca bir məbləğ. ECP həmçinin də, ES-dəki həmçinin xırda coin olduğuna görə. Əsasən fikir versəz mən yəni xırda coinlərə daha çox üstünlük vermişəm. Və bəli, mən Ethereum-da hold eləyirəm. Bu artıq tamam ayrı bir söhbətdir və Ethereum artıq tamam başqa bir səviyyədir. Ethereum ucuzdur indi. Yəni müəyyən yerə baxsaq biz əgər, çünki mən fikir verdim, əsasən kimlərsə deyirdi ki, Ethereum 3000 dollara gəlsəydi alardıq, amma məsəl üçün bu diapazona baxsaq, bəli, Ethereum orta qiymətlərdədir. Ümumən belə baxsaq, Ethereum orta qiymətlərdir. Nə ucuz deyil, nə baha deyil.
qalxa bilərmi bundan sonra Ethereum 4000-i rahat görə bilərmi? Bilər. Çünki baxın, daha öncəki qrafikinə baxsaq, Ethereum həm də ümumiyyətcə də ekosistemdir və faydalı bir coinlərdən biridir. Ona görə də mümkündür ki, nəsə eləyə bilsin. Budur dostlar, videonu təbii ki bu formatda bəyəndisə, mütləq öz fikirlərinizi kommentariya bölümündə, yəni şərh bölümündə yazın. Like'larınızı və kanala abunə olmağı unutmayın. Və təbii ki bizim Telegram qrupa da keçid eləyib, orada da öz fikirlərinizi yaza bilərsiniz. Gələn görüşlərə dək ehtiyatlı yatırım eləyin, diqqətli olun, sağ olun.